Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 11 iyundur. Bugün işdəyəm, pekarniyadayam. İşim haqqında heç nə çəkmək istəmirəm. Sadəcə demək istəyirəm ki, bir izləyicim var, Allah ondan razı olsun. Məni axtarıb tapıb, mənə yazır ki, Günel xanım, sizi çoxdan izləyirəm. Deyirlər ki, sizi ailəlikcə sevə-sevə izləyirik. Nömrənizi tapmışıq. Bəs bizim bir işimiz var idi. Demişdik ki, həll olsun, qurban kəsəcəyik və biz o qurbanı kəsdik. Sizin də payınızı ayırmışıq. İstəyirik gətirək, sizin payınızı verək. Mən də dedim ki, sabah ev günümdür. Bugün saat 10'dan sonra ancaq evdə olacam. Onlar da dedilər ki, zaten yaxında yaşayırıq, heç nə olmaz. İşdən sonra görüşərik, verərik. Nə deyim, Allah razı olsun. Allah hamınızın ürəyinə görə verirsin inşallah. Çox gözəl edib. Elim yolasam. Gəldi deyəm, getməli oldum. Çox gözəl ediblər ki, niyyət ediblər. Allah yolunda qurban kəsiblər. İnşallah Allah hamının kəsdiyi qurbanları qəbul eləsin. Bizdə hər tərəf kəsirdilər qurbanları, amma şəxsən mən öz adımdan deyirəm. Şəxsən mən qorxuram, həmişə deyirdim ki, birdən nəyəsə görə qurban deyərəm, huşum da yoxdur, unudaram, sonra boynumda qalar, nə bilim nə. Amma demişəm, bu arzularım, meçdalarım həyata keçsin, inşallah mən də qurban kəsəcəm. Papamla bitər, gedib kəsdirərik. Yaxşı olar, hər şey yaxşı olar. Allah hamının ürəyinə görə versin. Sağ olsun. Sağ olun ki, siz də varsınız. Hamınız məni dəstəkləyirsiniz. Siz daha da məni ilhamlandırırsınız. Nə bilim, oxuyuram bütün kommentariyaları. Allah hamınızdan razı olsun. Görürəm ki, mənim tərəfimdə olan bir çox insan var. Siz olmasınız, mən neyniyərdim? Nə yaxşı ki varsınız. Nə yaxşı ki mənimləsiniz. İnşallah bizdə də hər şey yaxşı olacaq, alınacaqdır. Biraz indi əngəllər var, amma yoluna düşər hər şey. Yaxşı olar. Sizin dəstəyinizlə, sizin dualarınızla hər şey yaxşı olacaq. Buna inanıram, buna güvənirəm. Bu mənim içimdə nəsə bir şey his var, yaxşı olacaq. Deməli qızlar, işdən indi bu dəqiqə gəlmişik, heç yadıma düşməmişdi. Getdim, əlimi soyundum, sonra zəng elədilər mənə, sağ olsunlar. İzləyicilərimdən biri qurban əti gətiribdir. Allah razı olsun. Allah min əvəzin versin, kəsilən qurbanlarını qəbul eləsin inşallah. Düşürəm onu götürməyə. Çox sağ olsunlar, Allah qəbul eləsin, Allah razı olsun ki, bizi düşünüblər, bizi fikir eləyiblər və bizə pay ayırıblar qurbanlıqdan. Allah qəbul eləsin. Qızlar, paketi yerə qoydum sadəcə çəkiliş eləmək üçün, yəni pis başa düşməyin. Qəti pis fikrim yoxdur. Onu açıb heç çəkmək istəmirəm. Sadəcə demək istəyirəm ki, necə də qəlbi gözəl insanlar var və mən bu gözəl insanların sevgisini qazanmışam. Nə xoş mənə. Və bizdə belə bir söz var, yəni mən gözəl insan olduğum üçün məni sevmirlər. Sizin qəlbiniz gözəl olduğu üçün, siz gözəl gördüyünüz üçün məni sevirsiniz. Allah sizlərdən razı olsun. Və gözləyirəm Ruslan qapını açsın ki, girək içəri nəhayət. Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız, həmişə yaxşı olasınız. Bugün 12 iyundur. Bugün mənim xarnoyumdur, ev günümdür, sabah da evdəyəm. Bu ayda olan axırıncı xarnoylarımdır, deyəsən. Və bugün hələ Din Rəsiyyədir. Hava gözəl olmalıdır. Görüm, əgər alındıra bilsəm, uşaqlarla gəzməyə çıxaram. Bugün lazımdır əlləşmək, vuruşmaq ki, uşaqlar mamanın evdə olduğunu görsün, hiss eləsin. Чувствуется, что сегодня мама дома, да? Скушанка çörəklə. Bəzənlirik ki, gedək gəzməyə.
Deməli qızlar, kapsula. Deməli qızlar, kipriklərim tökülübdü. Yəni kipriklərimi çox azca tuş vururam. Çünki lazımdır yağ almaq kiprik üçün. Çox vaxt kiprik yapışdırıram. Çünki kipriklərim tökülüb. Bir balaca azcana tuşla tuşladım. Gətirim indi yapışdırım. Belə götürürəm. Alt hissəsindən kley vururam. Ustamır. Və altdan yapışdırıram. Belə götürürəm. Bilmirəm görsənir. Alt hissəsinə kley vururam. Və belə yapışdırıram altdan. Baxın. Alt hissəsini kleyləmişəm. Yəni bu belə qalacaq da. Hissəni çıxdı. Belə olur. 2 dənə buradan qoydum, indi 2 dənə də buradan qoyacağım. Ну что, bilinir? Bilinir, kipriklərini qoymadı. Bilinir, kipriklərini qoymadı. No, yəni ki, kipriklərim qoymadı, maska deyil. Qızlar, biz artıq çıxdıq evdən, gedirik metroya, oradan da mağazaya. Профсоюзная улица, дом 156. Buraları tanımamış olmarsınız. Geldik hara? Çöplistan metrosuna. Çöplistan'da İstanbul varmış. Geldik Spektr Ticarət Mərkəzinə. Yadınıza gəlirsə, mən burada imенно bu ticarət mərkəzində merchandiser işləyirdim. Səbinə də gəlməyə kömək elirdi hələ. Gidiyor, orada basanoşkalar zatlar var. Нет, bu barmaq keçən şeylər. Не хочу. Да не. Вот такое нужно. 500 рубль. Sen подруган giymişti elə bir belə ayaqqabı. Серебром. Сынок, ты шиши возьмешь? Ты шиши. Я такие тряпочные не хочу. Ay Allah. Böyle bir босоножка giyindim. Ну, не знаю, вроде нормально, rahat. Yəqin ki, çorapsız olmaz da giymək.
Lensdə yubqalar da var. Şalvarlar da. Şalvar bu. Ləliş də deyir yubqama. Ləliş, bu şalvar diye. Да, это штаны. Ого, это хорошие штаны. Наверное, не знаю. 1000 rubl. Da. Həm şirok idi, həm karotk idi, həm qabağı yaxşı durmuş. Cibi var. Ну. Ну, не мое это, не мое. Не мой стиль. Сынок. Dalda da cibi var. No? Это не мой стиль. Deməli, bu koftanın sadəcə materialı xoşuma gəldi. У нас наличка? У нас наличка? Да, да, есть и наличка, и этот. Терминал не работает. Я уже поняла. Кстати, мир. А то через сколько раз Как тебе, Лялиш, босоножкам? Очень платформный больше. Да, вот именно, platforması yekədir. No, üst parmaqlarımı sıxmır. Evdəki mənim üst parmaqlarımı yara edibdir. Дальше. Нет, это нет. Bu da belədir, amma bunun platforması yoxdur. Мне тоже. Мне. Мне. Bax, Lялиш. Мой отзыв обязательный? Найки. Bu ikisi xoşuna gəldi elə. Мне нравится. Belə neytral rənglər al da. Не, я не люблю этот тон. İmенно fioletoy var deyə. Для баскетбола самое то. Все, хватит. Hansı xoşuna gəldi? Это одно. Bir dənə bu tayları belədir. Məzələrsən sınıq. Biz sakit dursan. Да. Yoxsa burada уже evə getməmiş çırmaq istəyirsən? Это просто, чтобы мы точно купили. Bunlar düşüblər ki, ailəlikcə bu avizyanadan alaq, hamımız eynisini taxaq. Да. Sumkamıza. Да. Seçə-seçə avizyan tapdınız. Да. Belə sabun. Naskina. Что, снять меня? Короче, bunu seçdik. Ruslan ikisini də geyində ayağına dedi ki dedi ki, bu udobnadır mama, bu sənin ayaqlarını tez yorulur, bu yaxşıdır. Da? Gedək. İkisi də eyni ayaqqabı seçiblər, eyni iqruşka Да, seçiblər. давайте я тоже. Bir razmer fərqi var. У меня 41, у нее 40. Gedəkdir. Это просто малолетки. Bir iki dənə şey aldıq, bunlar уже bezdilər. Deyirlər gedək yemək yeyək. Gidirik yemək yeməyə. Sınık, что хочешь, Sultan? Nə şey hər yer boşdur. Başqa vaxt yer axtara qalırıq. Neyse, Rostix'dən Ostri Krılış qaldıq. Gedirik indi Vkusnotochkadan cheeseburgerlər almağa. Mir Indiya mağazasının düz qabağında oturmuşuq burada. Почему не paydım? Sarilər var, Hindistan, nə bilim, Hindistan hər şey var. Hələ ora kaçeli qoyublar, gəlir. Yəqin Hindistandan gətiriblər. Hə. Yox, biz bir çay içirik pastayana, onu heç bir mağazada tapa bilmirəm. Deyirəm, bəlkə bu Hindistan mağazasında olar. İçində bergamotu hazırdır. Motu bizə öyrədib ora. Qoy, уже? На тез?
вытащить это, чтобы не сожрали. Koyup şeyin qabağına. Сейчас, подожди. Нет, открой. Подожди. Когда мы еще их тоже проверять, Я же и говорю, что упаковки такие. Belə başa düşürəm ki, siz evə getmək istəmirsiniz. İşini qurban mama. Sok soyuqdur, şey eləməyin, çox içməyin. Həmişə padnosda alırıq, bu səfər padnosumuz yoxdur. Давай, она пойдет. Yox, burada çay yoxdur deyəsən. Это сари. Наверное, свадебная. Bizdə bunun baləcəsi var. Korkma kalbim geçer acısı. Нет, мы идем туда. Ходим, ты идем сейчас. Deməli bu 5 sezondan Domodedo'da var. Həmişə ora gedəndə girirəm. Yəni burada da gördüyümə şok oldum. Şortik özümü istəyirəm. Əynimdəki elə bil yox, əynimdəki qısadır. Biraz uzununu alardım. Haycan. Дай мы быстро пойдем гулять. Мы разве не в магазине? Вроде шат dedi. Ya da özünə paltar. Я не хочу, мне ничего не надо. Bunlar gah deyirlər evə gedək, gah deyirlər kino teatra gedək. İndi də gəlmişik Evrospara. Sok istəyirlər ona görə. Hamısı yağda qızardılmışlar da ya. Kartoşka, toyuq. Malatçı. Saxlalar da. Gedim çörək alım. Görək belə çörək alırıq, yoxsa fabriçnik. Biz artıq yavaş-yavaş çıxırıq. Heç nə, bir-iki dənə futbolka aldıq və salam. Nə? Gidəyim evimizə ta, axşam saat почти 10-a qalıb, ha? Bu da bunların abizyanası. Yaxınlaşdıraq. Hamı avtobus gözləyir. Aldıqlarımızı göstərim. Rusikin, Ləlişin mənim ayaqqabım. Bilmirəm, birinci səfərdə belə ayaqqabı alıram, yəqin ki rahat olur deyə düşünürəm. Çünki evdə varımda basanoşkam qara rəngdə. Ayağımı çox incidir amma. Bunlar da hər şeydən eyni alıblar. Və çox sadə futbolkalar aldıq. Bu mənimdir. Hamısı sadə-sadə koftalardır. Bu qaranı da aldım ki, cins şalvarla komplekt kimi eləməyi. Bu arada mən sizə deməmişdim. Qara pencəyi qaytardım. Çünki qolları mənə qısa idi. Pencəklə cinsi dəst kimi tikmək istirdim. Sonra fikirləşdim ki, onsuz da ömrümdə şax pencək geyinməmişəm. Geyinəsi də deyiləm. Ona görə apardım, qaytardım. Həm də qolları qısa idi. Ruslana da belə 2 dənə sadə şortik aldıq. Nə qədər dedim, trap içini də götür. Dedi ki, yox, bu materialdan istəyirəm.
Davay de. Getdilər gəzməyə. Təzəcicilərlə. Deməli qızlar, beləsinə koftadır, düzdür. Burası çox genişdir, bura kimidir. Bunun əslində altından ağ topik geymək olar. Çünki qolun altı çox açıqdır, göstərmək istəmirəm. Və mən düşünürəm ki, bu cins şalvarla tiysəm dəst kimi çox gözəl olar deyə düşünürəm. Tikəndə görsədərəm. Fasonu belə idi. XS razmerdir. Hələ ən balacanı götürmüşəm belədir. Elə bir yarasa modeldir. Yarasa. Nəmin görək də. Boş vaxtım olanda mütləq və mütləq cins şalvarımı bundan tikəcəm, dəst eləyəcəm. Düşünürəm ki, pencəyin yerinə elə bu un olmağı yaxşıdır. İndi havalar istidir, onsuz da pencəyi hara giynəsiydim keçərə. Belə yaxşı alınacaq. Fikrimdə çox qəşəng şeylər tutmuşam. Deməli, xanımlar, qurbanlıq əti böldüm, hissələrə ayırdım. Sümüyü ayrı, ətini ayrı. İndi bunu çəkəcəm qəşəngcə. Qəşəng yağlı ətlərdir, yağlar da var, tikələr də var. Çox qəşəng ətdir həqiqətən də. İç salat. Hələ mən bu setkanı neçə dəfə internetdə axtarmışam, almaq istəyirdim. Xan kababı deyirlər ona, xan kababı üçün. Demək olar ki, hər şeyi təmizlədim, hər şeyi hazırladım. Bunların qabığını soymalıyam. Amma o soranın işidir. Gətirim bunu çəkim. Yığım marazelkaya. Çox gözəl ət, çox gözəl insanlar. Nə niyyətlə qurban kəsiblərsə, Allah qəbul eləsin. Allah bütün arzu niyyətlərini qəbul eləsin. Çox gözəl insanlardılar ki, məni də yad eləyiblər, mənim də qurbanlıq payımı göndəriblər. Bayrama görə kəsməyiblər, sadəcə dedi ki, qurban demişdik, nəsə bir iş üçün, ona görə kəsmişik. Allah qəbul eləsin. Çox sağ olsunlar. Bir xeyli qoyunun yarısını mənə qoyublar elə. Gətirim indi bunları çəkim. Paketləyim, yerləşdirim hər şeyi. Bu arada elə mənim dəmir çatışmamazlığıma görə mənə qaraciyər, ağciyər kakras da ki lazım idi. Kakras da ki lazım idi. Sağ olsunlar.